Səhər saatlarıdır bu videonu hazırlayıram. Maraqlı söhbətlər var. Nə qədər uzun çəkəcək bilmirəm. Əslində bir o qədər də uzatmaq fikrim yoxdur. Hər nəysə, çayınızı, kofenizi hazırlayın və videonu izləyin. UFC Ağ Ev kartına 10 gündən az qalıb. Ancaq nədənsə kütlə üçün bu bir o qədər də maraqlı deyil. Bu tədbir göründüyündən çox daha xüsusidir. Bu UFC gecəsi Amerikanın müstəqilliyinin 250-ci il dönümü üçün həsr olunacaq. Tarixi bir hadisədir və bunun sonrası olmayacaq. Yəni sadəcə bir dəfəyə məxsusdur və elə bu səbəbdən də seçilən döyüşçülərə çox diqqət yetirilib. Hətta bəzi döyüşçülər arasında siyasi fikir ayrılıqları və ciddi mübahisələr də olub. UFC White House, başqa adla desək UFC Freedom 250 bir idman tədbirindən daha çox siyasi bir tədbir kimidir. Mən bu günləri bütün bunlar haqqında ətraflı danışacağam və öz baxış bucağımı da bildirəcəm. 10.000 abunə hədəfinə çatmağımıza az qalıb. Odur ki, videoları bəyənirsinizsə, videoları like edib kanala abunə olaraq bizə dəstək ola bilərsiniz. Videonun əvvəlində də dediyim kimi, bu UFC kartı bir idman tədbirindən daha çox siyasi bir önəm daşıyır. UFC prezidenti Dana White Donald Trumpla yaxın münasibəti ilə medianın diqqətini çəkir. Hətta UFC bu qədər böyük bir şirkət olmamışdan əvvəl də Donald Trump UFC tədbirlərinin öz kazinolarında və otellərində keçirilməsinə şərait yaradırdı. UFC artıq çox böyük şirkətlərdən biridir və Dana White Trumpın hakimiyyəti dövründə də öz dəstəyini açıq şəkildə göstərmişdi. Bu tədbirin keçirilməsi fikri isə Trump tərəfindən olub. Ancaq mediaya yayılan məlumatlara görə bu tədbirin keçirilməsinin xərclərini dövlət yox, məhz UFC özü qarşılayır. Bu UFC gecəsinin nə qədər vacib bir hadisə olduğunu düşünürəm izah edə bildim. Bəs niyə böyük qalmaqal və fikir ayrılıqları var? Gəlin biraz bu haqda danışaq. Qalmaqala səbəb olan mövzu Amerika və İsrail münasibətləridir. Sual yarana bilər ki, bunun UFC kartı ilə nə kimi bir bağlantısı ola bilər? Dediyimiz kimi Donald Trump bu kartı Amerikanın müstəqilliyinin 250 illiyinə həsr etmişdir. Belə olduğu halda bu tədbir idman tədbirindən daha çox siyasi bir tədbir kimi dəyərləndirilir. Belə bir tədbirin ağır qonaqları siyahısında diplomatik qonaqlar da yer almalıdırlar. Əslində qonaq siyahısı rəsmi formada mediaya bildirilməyib. Ancaq bəzi mənbələrə görə qonaqlardan biri İsrailin baş naziri Benjamin Netanyahu'dur. Amerikalı bəzi UFC döyüşçüləri bunu bir mənalı qarşılamır. Əslində İsrail və Yahudi mövqeyinə qarşı ümumi bir antisimpatiya formalaşıb. Amerika və İran arasındakı qarşıdurmalar, Fələstində uşaqların öldürülməsi, yaşayış yerlərinin amansızca bombalanması düşünürəm ki, əsl səbəblərdəndir. Amerikanın müstəqilliyinin 250 illiyinə həsr olunan bu qədər vacib və xüsusi bir tədbirdə İsrailin baş naziri Netanyahu niyə əsas qonaqlardan biridir kimi sual yaranır. Gecənin əsas qəhrəmanlarından olan Justin Gaethje ilə Sean Strickland arasında da bu mövzu haqqında ağır mübahisə olub. Strickland Amerikanın İsrailin siyasi maraqlarına həddindən artıq yaxın davrandığını bildirib və hətta açıq-aydın şəkildə Trumpı İsrail hökuməti idarə edir deyə fikir də səsləndirib. Netanyahu'nun, yəni İsrailin baş nazirinin tədbirdə iştirak etməsinə etiraz bildirdiyi üçün UFC Ağ Ev kartına buraxılmayacağını da bildirib. Azadlıq adı ilə keçirilən tədbirə fərqli siyasi fikirləri olanlar buraxılmır deyə kinayəli bir fikir də əlavə edib. Justin Gaethje isə bütün bunların qarşısında onu çox axmaq və boş-boş danışan biri olaraq adlandırıb. Strickland ona əgər onurğasız olmaq səni yaxşı bir Amerikalı edirsə, qoy o titul sənə qalsın deyib. Bununla da kifayətlənməyən Strickland, sən xəyanətkarsan, Amerikanın bayrağını dəyişərək İsrail bayrağını qoy deyə də bildirib. Justin Gaethje tanrı, ailə və dövlət, mənim üçün lap əvvəldən belədir. Sən isə Amerikanı hər fürsətdə pisləyirsən. Sən Amerikanı sevmirsən deyə bildirib. Strickland isə Amerikanı sevdiyini, ancaq hökumətin bəzi qərarları ilə razılaşmadığını bildirib. Bunun üzərinə də Gaethje'nin çox sparring etməkdən başının xarab olduğunu əlavə edib. Görünür ki, UFC Ağ Ev kartına buraxılmaması Strickland'a çox ağır təsir edib və sakit dayanmaq fikri yoxdur. Dediklərinə görə artıq bilet alıb və Ağ Evin qarşısında protesto edəcək. Bunu deyəndən sonra isə evimə basqın etməyin. Bunu sadəcə bir barışıq protestosu kimi qəbul edin deyə də əlavə edib. Bu haqda Amerikalı Bryce Mitchell'dan soruşulduqda fikirlərinin Sean Strickland'a çox yaxın olduğunu görmək olur. Biz demokratik bir ölkədə yaşayırıq və öz ölkəmizi belə tənqid edə bilərik. Belə olduğu halda başqa bir ölkəni, yəni İsraili tənqid etməyimiz çox normaldır deyə bildirib. Məncə bütün bu fikir ayrılıqları, mübahisələr heç nəyə dəyişməyəcək. UFC-nin prezidenti Dana White və onsuz da 20 ildən çoxdur ki, Donald Trumpla çox yaxın münasibətlər var. İstər işgüzar münasibətlər olsun, istərsə də dostluq münasibəti. Belə olduğu halda da fikirlərin nəticəyə təsir etməyəcəyini düşünürəm.
Ancaq bunun bir müsbət tərəfi də ola bilər. Əgər insanlar öz tənqidlərini, fikirlərini və siyasi düşüncələrini açıq-aydın və sərbəst şəkildə bildirə bilirlərsə, bu Amerikada demokratiya siyasəti var fikrinin öz əksini tapmış olacağını göstərəcək. Videonu bura qədər izləmisinizsə və bu kimi videoların davamlı olmasını istəyirsinizsə, videolarımızı like edib kanala abunə olaraq bizə dəstək ola bilərsiniz. Videonun bura kimi olan hissəsində UFC White House, yəni UFC Ağ Ev kartının nə qədər önəmli bir hadisə olduğunu, idman tədbirindən daha çox siyasi bir önəm daşıdığını bildirməyə çalışdım. Döyüşlər arasındakı boşluqda Amerikanın müstəqilliyinin əldə olunması, bu uğurda baş verən müharibələr və milli qəhrəmanlar haqqında da çıxışlar olacaq. Döyüşlər haqqında təbii ki danışacağam. Bu mənim işimdir. Qarşılaşmalar haqqında qısa bir məlumat verim. Marağımı çəkən nüanslardan biri odur ki, güləş və BJJ stili yox, məhz striking ağırlıqlı döyüşçülər qarşı-qarşıya gələcəklər. Düşünürəm, bu da izləyicilərin heç bir şəkildə sıxılmaması üçündür. Kartda 7 qarşılaşma var, amma mənim ən çox marağımı çəkən Justin Gaethje, Ilia Topuria qarşılaşması, Cyril Gane, Alex Pereira qarşılaşması və Mauricio Rufy, Michael Chandler qarşılaşmasıdır. Əslində bu qarşılaşma mənə daha əvvəl bir o qədər də maraqlı olmazdı. Ancaq bildiyimiz kimi Rufy son döyüşündə Fiziyevlə qarşılaşdı və Fiziyevi çox ağır bir şəkildə nokaut etdi və bunu edərkən demək olar ki, heç bir çətinlik çəkmədi. Bu səbəbdən də Rufy artıq mənim üçün çox xüsusi döyüşçülərdəndir. Michael Chandler əslində döyüş tərzi ilə bir o qədər də maraq yaratmır, ancaq reklamı çox güclüdür və UFC-nin ən tanınmış döyüşçülərindəndir. Hətta uzun aradan sonra geri dönən Conor McGregorun belə nə vaxt geri dönərsə Michael Chandlerlə döyüşəcəyi düşünülürdü. Ona görə də bu qarşılaşma mənə olduqca maraqlıdır. Düzdür, Chandler tərəfi nə qədər də səhvlərin üzərində işlədiyini, artıq çox yaxşı formada olduğunu desə də, mən bu döyüşdə qalib tərəfin məhz Mauricio Rufy olacağını düşünürəm. Chandler son döyüşünü Pimblettə qarşı etmişdi və belə demək doğrudursa, Paddy Chandler'i amansızcasına döymüşdü. Bəlkə daha yaxşı formada ola bilər, ancaq Fiziyevə qarşı belə bir performans göstərən adamı məğlub etməsi ancaq təsadüf nəticəsində ola bilər. Chandler bir dəfə belə bir təsadüfi qələbə qazanıb. Tony Fergusonla döyüşəndə bəlkə də özündən də qeyri-ixtiyari atdığı bir təpi ilə Tony Fergusonu bitirmişdi və qələbə qazanmışdı. Amma fiziki göstəricilərə baxanda Rufy'nin boy avantajı var, əl və ayaq uzunluğu var. Chandler isə qısa bir adamdır. Üstünə üstlük Rufy boyundan çox yaxşı istifadə edir və məsafəni öz istədiyi şəkildə qoruyub saxlayır. Yəni uzun sözün qısası fikrimcə Rufy qalib gələcək. Alex Pereira, Cyril Gane qarşılaşması haqqında danışsam, hər ikisinin qalib gəlmə ehtimalının 50% olduğunu düşünürəm. Ancaq mütləq şəkildə bir qalib seçməliyəmsə, Alex Pereira'nın qalib gələcəyini düşünürəm. Justin Gaethje və Ilia Topuria döyüşü haqqında danışası olsaq, bu videoda ancaq texniki tərəfdən analiz etdikdə kim qalib olar sualına cavab verəcəm. Belə olan halda Topuria qalib olacaq, ancaq döyüşdə həmişə texniki mübarizə olmur. Burada psixoloji vəziyyət, ağıl oyunları, ruhsal vəziyyət də öz rolunu kəskin şəkildə oynayır və nəticə gözlənilməz ola bilir. Bütün qarşılaşmalar haqqında ətraflı danışdığımız və detallı analiz etdiyimiz video olacaq. Bugünkü videonun isə sonuna gəldik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Fikirlərinizi şərh bölməsində yazmağı və videoları like edib kanala abunə olaraq bizə dəstək olmağı unutmayın deyərək videonu sonlandırıram.